Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən müəyyən sualların izahlarını paylaşacağam. Həftə ərzində paylaşılan izahlardan faydalanmaq üçün kanala abunə olmağı unutmayın. Əlavə edeyim ki, bizim hər ay açılacaq müntəzəm onlayn qruplarımız üçün maraqlanmaq istəyən müəllimlər 055 418 82 02 nömrəsi ilə bizə WhatsApp-dan yaza və ya zəng eləyə bilər. Hər ay müntəzəm şəkildə qruplarımız açılır. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımından ibarət olur. Digər dərslərimiz də normal həftədə 2 dəfə təşkil olunan vaxtlarda dərslər keçirilir. Tam ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlamağınız kifayət eləyir. İndi isə vaxt itirmədən keçək sualların izahına. Başlayaq birinci sualdan. Biraz qələmi nazilədək. Hansı cümlədə baş üzvlər frazeoloji birləşmə ilə ifadə olunub? Baş üzvlər mübtəda və xəbərdən ibarətdir. Baxaq görək nümunəyə. Burun ucu göynədən soyuq hamını təngə gətirib. Nə edib? Təngə gətirib. Bu xəbər frazeoloji birləşmədir. Nə təngə gətirib? Soyuq. Hansı soyuq? Burun ucu göynədən. Burun ucu göynətmək əgər darıxmaqdan olursa frazeoloji birləşmə olur. Yox, əgər soyuqdan olursa bu həqiqi mənalı ifadə olur. Eyni zamanda bu cümlənin mübtədası soyuqdur. Yəni baş üz frazeoloji birləşmədir. Birində, digərində deyil. Bu məsuliyyətsizliklə uğur qazanmağın çətinləşir. Nə edir? Çətinləşir. Nə çətinləşir? Bu məsuliyyətsizliklə uğur qazanmağın. Burada mübtəda və xəbər var, amma heç biri frazeoloji birləşmə ilə ifadə olunmayıb. Ürəyi istəyən iki əli qanda olsa da gələr. Nə edər? Gələr. Kim? Ürəyi istəyən. Ürəyi istəmək mübtəda kimi frazeoloji birləşmədir, amma xəbər gələr. Burada bir frazeoloji birləşmə yoxdur xəbər olaraq. Ona görə C-ni götürə bilmirəm. Can deyib can eşitmək xoşbəxt olmaqdır. Nə xoşbəxt olmaqdır? Can deyib can eşitmək xoşbəxt olmaqdır cümlənin xəbəridir. Burada mübtəda can deyib can eşitmək frazeoloji birləşmə olsa da, xəbər olmaq etmək feili ilə əmələ gəlmiş mürəkkəb sözdür. Bu frazeoloji birləşmə deyil. Mənəm deməyi səncə gözümdən qaçıb. Mənəm deməyi, baxın, gözümdən qaçıb frazeoloji birləşmədir, xəbərdir. Nə mənəm deməyi. Mənəm demək də bir frazeoloji birləşmədir. Gözündən qaçmaq da frazeoloji birləşmədir. Biri mübtədadır, digəri xəbərdir. Deməli, baş üzvlər frazeoloji birləşmə ilə ifadə olunub. Cavab Y variantı. Davam edirik növbəti sualdan. Nümunəyə əsasən doğru fikir istəyir. Nəriman evə gedərkən atası ilə qarşılaşdı. Nəriman xüsusi isimdir, düzdür. Feili birləşmənin tərkibindədir. Nə etdi? Qarşılaşdı. Kim? Nəriman. Kimlə? Atası ilə. Nə vaxt? Evə gedərkən. Nəriman xüsusi isimdir, düzdür, amma feili birləşmənin tərkibində deyil. Müstəqil mübtədadır. Bu yanlışdır. Atası ilə tamamlıq vəzifəsində işlənmiş, bəli, tamamlıq da atası ilə gördüyünüz kimi, təsirli hallı isimdir. Xeyr, atası sözündəki sı mənsubiyyətdir. Bu təsirli hal deyil. Yanlışdır. Qarşılaşdı, quruluş da düzəltmə feildir. Bəli, qarşıdan, qarşılamaq, qarşılaşmaq isimdən yaranmışdır. Qarşılaşmaq feili, qarşılamaq feilindən yaranıb. İsimdən yaranmayıb, feildən yaranıb. Bu yanlışdır. Evə yönlü hal çəkilsili isim cümlənin müstəqil üzvü deyil. Baxın, evə gedərkən arkən feili bağlama tərkibinin daxilindədir. Evə sözü isimdir, amma müstəqil cümlə üzvü deyil. Niyə görə? Çünki feili bağlamanın tərkibindədir. Bu doğru fikirdir. Gedərkən feili bağlamadır, arkən, düzdür. Özündən əvvəlki sözləri birləşdirərək tərkib yaradıb. Fikir verin, gedərkən özündən əvvəl, təhlillə yerinə yazım, bir dənə ev sözünü birləşdirib. Özündən əvvəl gələn Nərimanı birləşdirə bilməyib tərkibinə. Ona görə özündən əvvəlki sözləri yox, özündən əvvəlki sözü olmalı idi burada. Buna görə də bu fikir yanlışdır. Yəni, cəmi bir dənə sözü birləşdirə bilib. Özündən əvvəlki sözləri birləşdirə bilməyib. Bu yanlış fikirdir. Doğru cavab D variantı. Davam edirik növbəti sualdan. Hansı cümlədə o əvəzliyindən sonra qoyulan vergül doğrudur? O da həddini aşıb. Kim? O mübtədadır. Özündən sonra da bağlayıcı gəlib. O əvəzliyindən sonra bağlayıcı gələrsə vergül qoyulmaz. Bu səhvdir. Bağda gəzərkən o meyvələrdən dərib evə gətirəcəyini demişdim. Bu cümləni əslində iki cür düşünə bilərəm. Yəni o meyvələrdən dərib gətirəcəyini demişdi. Kim o? Meyvə isim gəlib, o demişdi.
mübtəda kimi düşünmək olar. Özündən sonra isim də gəlib, vergül doğrudur. Bir də düşünə bilərəm ki, o meyvələrdən dərib gətirəcəyini. Hansı meyvələrdən? Yəni mən bunu iki cür düşünə bilirəm. Vergüllü variantı da doğrudur, vergülsüz variantı da doğrudur. Burada mənə vergüllə verib, onun vergüllə işlənməyi doğrudurmu? Bəli, doğrudur. Hər ikisi doğrudur da, düzdür? O meyvə ifadəsində mən bunu təyin kimi düşünə bilərəm. Vergülsüz də olar. Cümlənin davamına görə o meyvə gətirəcəyini demişdi. O demişdi deyib burada mübtəda vəzifəsində vergül də qoya bilərəm. Yəni bu nümunədə mənə hansını versə onu doğru götürə bilirəm. Vergüllə verib, deməli bu doğrudur. Vergüllə işlənə bilir. O həm də yaxşı aktrisadır. Kim? O mübtədadır. Özündən sonra həm də bağlayıcı gəlib. Ondan sonra bağlayıcı gələrsə vergül olmaz. O günü unutmaq olarmı? Sual ver. Hansı günü? O günü. Hansı sualına cavab verən o əvəzindən sonra əlbəttə ki vergül qoyulmaz. Samir. Burada vergül var. Deməli Samir xitabdır. Samir. O kaş ki qalib ola. Ondan sonra kaş ki ədad gəlib. Ona görə də vergülün işlənməsi tamamilə yanlışdır. Burada doğru cavabımız olacaq B variantı. Növbəti suallara keçmədən öncə əlavə edeyim ki, hər ay müntəzəm şəkildə onlayn qruplarımız dərslərə başlayır. Sırf olaraq ibtidai sinif müəllimləri üçün oktyabrın sonlarında yeni bir qrupumuz başlayır. 055 418 8202 nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat əldə edə bilərsiniz. İmtahana kimi əgər hər həftə sonu müntəzəm mətn işləmək istəyirsinizsə, bu qruplar sırf sizin üçündür. Miqdar sayı işlənmiş cümlələri müəyyən edin. Miqdar sayları 3 qrupa bölünür. Birinci, müəyyən miqdar sayıdır. İkinci qrup, qeyri-müəyyən miqdar sayıdır. Üçüncü qrup isə kəsir sayıdır. Bu, miqdar sayının növüdür. Mənə əgər miqdar sayı deyirsə, mən hər üçünü götürə bilərəm. Bu uşaq çox çalışıb az yeyir. Çox sözündən sonra çalışmaq feili gəldiyinə görə bu zərfdir. Az sözündən sonra yemək feili gəldiyinə görə zərfdir. Yəni, bu nümunədə say yoxdur. Məhsulun 3də 2-sini özünə götür, qalanını payla. 3də 2-si. Bu, kəsir sayıdır. Kəsir sayı miqdar sayının bir növüdür. 2-ni götürürəm. Biz ikinci mərtəbədə yaşayırıq. 2, ikinci. Sayılar 2 qrupa bölünür. Miqdar sayları və sıra sayları. İkinci sıra sayıdır, miqdar sayı deyil. Əslində çoxluq azlığa tabi olur. Çox, çoxluq, az, azlıq. Lıq şəkilçisi heç bir halda say yarada bilmir. Bunu unutmayın. Lıq şəkilçisi isim yaradıb burada. Yəni burada say yox, isim var. 2 nəfər dərsdən sonra icazə alaraq getdi. 2 müəyyən miqdar sayıdır. Yəni miqdar sayıdır. Miqdarın müəyyən növünə aiddir. Deməli burada miqdar sayıları 2-ci bənddə kəsir sayı olaraq verilib, 5-ci bənddə müəyyən miqdar sayı olaraq verilib. Doğru cavab 2, 5, D variantı olacaq. Davam edirik sonuncu sualımızdan. Eyler-Venn diaqramıdır. Deyir, nümunə ilə bağlı doğru fikirlərdir. Gül gətirsin Çənlibel diyarımızdakı gözəllər. Ümumi isim burada gül sözüdür. Xüsusi isim isə Çənlibel sözüdür. Çənlibelə. Feillə amonimdir. Bir, gül isminə görə verilir. Gül gətirsin. Gül burada isim. Gül ismi, gül feili ilə amonimdir. Fikir doğrudur. Bir, doğrudur fikir olaraq. İndi yazılma yerini yoxlamaq üçün tez bura ilə əlaqələndirirəm. Çənlibel feillə amonimdirmi? Xeyr. Deməli, bir fikir olaraq doğrudur. Yazıldığı yer olaraq da doğrudur. Sırf olaraq bu xanada yazılmalıdır. 2. Mənsubiyə şəkilçisi qəbul etməyib. Gül mənsubiyə şəkilçisi qəbul etməyib. Fikir olaraq doğrudur. Tez Çənlibellə yoxlayıram. İkinci fikri daha doğrusu. Buranı silim. 2-ni Çənlibellə yoxlayıram. Çənlibel mənsubiyyət qəbul edibmi? Etməyib. Xeyr. 2 üçün də doğrudur bu. Deməli, bu fikir olaraq doğru olsa da yazılma yeri olaraq yanlışdır. 2 bu hissədə yazılmalıydı. Ortaq fikir olaraq. Deməli, mən 2-ni götürə bilmərəm. Tərkibində qrammatik şəkilçi işlənib. 3 hər ikisinin ortaq fikridir. Baxın, gül sözünün tərkibində burada hər hansı bir qrammatik yoxdur. Bəzən belə bir səhv fikir yaranır ki, gül gətirsin ifadəsi deyir ki, gülü gətirsin. Bu, qeyri-müəyyən təsirli haldadır. Ona görə tərkibində qrammatik şəkilçi var. Xeyr, biz qeyri-müəyyən halları gözümüzlə görmədiyimizə görə tərkibinə görə təhlildə əlbəttə götürməyəcəyik. Gül sözü sadəcə kökdən ibarətdir. Çənlibelə sözündə bəli, qrammatik şəkilçi var. Amma gül sözünün tərkibində qrammatik şəkilçi yoxdur. Bu fikir yanlışdır. İsmin adlıq halında deyil. Çənlibelə sözü ismin yönlük halındadır. Doğrudur. Amma gül sözü də, baxın, 4 Çənlibelə əlaqəlidir.
Mən tez burayla da yoxlayıram. Gül də adlı xalla deyir. Gülü gətirsin. Gül qeyri-müəyyən təsirli haldadır. Bu da adlı xalla deyil. Deməli, 4 ikisi üçün ortaqdır. Fikir olaraq doğru olsa da yazılma yeri yanlışdır. Bu hissədə yazılmalıdır. Ortaq yerdə. Deməli, mən 4-ü götürə bilmirəm. Cümlənin tamamlığı deyil. Çənli belə sözü. Baxaq görək. Gül gətirsin. Çənli belə. Hara gətirsin? Çənli belə. Bəli, bu yer zərfliyidir. Tamamlıq deyil. Gül gətirsin nəyi? Gülü. Gül tamamlıqdır. Deməli, 5-ci fikir olaraq doğrudur, yazıldığı yer olaraq da doğrudur. Yəni, 1 sırf olaraq gül ismi ilə əlaqəlidir. 5 də sırf olaraq çənli bellə əlaqəlidir. Doğru cavab olacaq 1, 5. Cavab D variantı. Sonuncu sualın da izahını paylaşdıq. Kanala abunə olaraq paylaşılan videolardan davamlı olaraq faydalanmaq olar. Onlayn dərslərimizlə maraqlanan müəllimlər ekranda gördüyünüz bu hissədə 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər. Sağ olun, növbəti videolarda görüşərik.